Salam əziz ibtidai sinif müəllimləri və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Kursumuz tərəfindən sizlər üçün təşkil edilmiş ümumi sınaq 17-də istifadə olunan Azərbaycan dili suallarını sizlər üçün izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, əziz müəllimlər və müdavimlər, 10 iyulda ibtidai sinif müəllimlər üçün MİQ imtahanı keçiriləcəkdir. Öncədən hər birinizə uğurlar arzulayıram və imtahan barədə bir neçə tövsiyəm olacaq sizə. Tövsiyə edərdim ki, imtahan suallarını işləməyə başlamadan öncə əvvəlcə çalışın öz həyəcanınızı, belə deyim, yəni həyəcanınıza qalib gəlin. Təbiidir, imtahana belə girən hər bir şəxs təbii ki, müəyyən bir həyəcan duyur, müəyyən bir həyəcan keçirir. Bu normaldır, hər kəsdə olur. Sadəcə çalışmaq lazımdır ki, o həyəcanı yenəsiz, o həyəcanı bir neçə dəqiqə özünüzü, belə deyim, hisslərinizi idarə edərək həyəcanınıza qalib gələsiniz. Çünki həyəcanlı olduqda imtahan suallarını demək olar ki, səhv cavablandırmış olur müdavimlər. İlk öncə yəni həyəcanınıza qalib gəlməlisiniz. Daha sonra suallara ümumi, yəni göz gəzdirin, ümumi nəzər yetirin və sizə daha rahat olan hansıdır? Məsələn, kurikulumdur, riyaziyyatdır, yoxsa Azərbaycan dilidir. Hər bir şəxs özünə daha rahat olan belə deyək də, fənnim deyək, daha rahat hansı hissəsi rahat gəlir. Ola bilər ki, bəzi müəllimlər kurikulumu daha rahat gəldiyini qeyd edirlər. Bəzi müdavimlər onlara Azərbaycan dilinin, bəzilərinin isə riyaziyyatın daha rahat gəldiyini deyirlər. Yəni sizə hansı daha rahat gəlirsə, məhz o suallardan başlayın işləməyə. Və sualları işləyərkən nəyə diqqət edin? Suallarda səviyyə var da, orta, çətin, bir də asan səviyyəli suallar var. Sualları işlədikcə hansı sual sizə rahat gəlir, asan gəlir, yəni tam olaraq əminik bunu bilirik, bu bildiyim sualdır. Başlayın da sualdan işləməyə. Düzgün cavablandırdıqca, düzgün sualları tapdıqca artıq sizin motivasiyanız qalxacaq, həvəsiniz artacaq və sualları daha yaxşı işləməyə başlayacaqsınız. Bir də müəllimlər, bildiyiniz kimi Azərbaycan dilində mətnlər düşür və mətn sualları müəyyən qədər vaxt alıcı bir sualdır. Nəyə görə? Qrammatikanı oxuyursunuz, konkret olaraq təhlil edib tapırsınız. Amma mətn suallarını işləyəndə siz həm mətnini oxumalısınız, həm suallarını təhlil eləməlisiniz ki, sizin müəyyən qədər vaxtınız gedir. Öncə qeyd edim ki, mətni, suallarını əvvəlcə oxuyun, sonra mətnin özünü oxuyun. Çünki bir dəfə mətni oxuyasınız, sonra suallara baxacaqsınız, təkrar bir də mətnə qayıtacaqsınız, sizin vaxtınız gedəcək. Əvvəlcə sualın şərtini oxuyun, variantları oxuyun, görün sizə nə istəyir, daha sonra mətni oxuyun. Bəzən sualların, belə deyək də, heç mətni oxumadan orada qrammatik suallar olur, məcazilik olur, yaxud da ki, bəzi məqamlar olur ki, heç mətni oxumağa ehtiyac olmur. Sadəcə məzmunla bağlı doğru-yanlış soruşmursa, elə variantlar üzərindən mətn cavabını tapmaq olar. Bu da sizə təbii ki, vaxt qazandırır. Ümumiyyətlə, heç mətnin içindən olan suallara belə mütləqdir ki, birinci sualı oxuyun, görün sizdə nə istəyir, daha sonra isə mətni oxuyun. Və mətni ilk başda ilə başlayan kimi mətni işləyib vaxtınızı aparmayın. Mətni lap sona da saxlamayın, hardasa orta hissələrdə işləyin. Əvvəlcə Azərbaycanın qrammatikalarını rahat gələnlərini işləyin. Dediyim kimi də kimə hansı daha rahat gəlirsə, oradan da başlaya bilər. Bütün fənlərə, yəni belə deyim, vaxt ayırın, vaxtı özünüz üçün tənzimləyin, nəzarət edin ki, mən bu qədər vaxtda artıq müəyyən qədər, yəni sual sayı artıq işləməliyəm. Sizdə orada ixtisasda hər sual 2 bal, kurikulum isə 1 bal verir. İxtisasa, yəni nəticənizin yüksək olması üçün təbii ki, ixtisasa daha çox güc verin desəm, yəni belə deyim, həqiqətən də nəticənizə təsir edəcək. Amma o demək deyil ki, kurikulumu yazmayın, kurikuluma baxmayın. Təbii ki, kurikulumda yazın. Sadəcə kurikulum 20 bal, ixtisas 80 bal verdiyi üçün, yəni vaxtınızın çoxunu kurikulum suallarında, belə deyək, çətinlik yaratsa sizə uzun tipli suallar qoyulur. Təbii ki, indi hər biriniz, yəni əksəriyyətiniz hazırlaşıbsınız. Yəni, həmin uzun suallara vaxtınızı aparmayın. Yəni, hansı ki, sual sizə rahat gəlir, fərqi yox kurikulum ixtisasdan, yazın. Daha sonra isə, yəni, digər vaxtlarınızda isə, qalan vaxtınızda isə sizə çətin gələn sualları yazın. Bir də səhv düzü yuyduğu üçün, yəni apardığı üçün, doğru cavablarınızın sayına, balına təsir etdiyi üçün çalışın ki, dəqiq bilmədiyiniz, əmin olmadığınız sualları da işləməyin. Bir daha hər birinizə uğurlar arzu edirəm müəllimlər. İnşallah ki, hər biriniz istədiyiniz nəticəni əldə edə bilərsiniz. İndi isə əziz müəllimlər və müdavimlər, başlayaq sınavımızda istifadə olunan Azərbaycan suallarının izahına. Və bir də izaha keçmədən öncə bir əlavə də qeyd edim ki, müəllimlər, əgər bu tip videoların gəlməsini istəyirsinizsə, o zaman zəhmət olmasa kanala abunə olmağı və videoya şərh yazmağı unutmayın. Başlayaq sualların izahına. Sual 1. Nəticə ümumiləşdirmə bildirən modal söz işlənmiş cümlələri müəyyən edin. Birincidə, nəhayət gözlənilən vaxt gəlib çatdı.
Burada nəhayət nə cümləşdirmə bildirən modal söz olduğu üçün cavabın biri 1-dir. Düzü gəzdim, düzü yorulmadım heç. Düzü gəzdim. Burada düz, yəni dağı, dərəni, düzü isimdir. Düzü heç yorulmadım, yorulmadım heç. Burada isə düzü modal sözdür. Lakin ümumiləşdirmə nəticə bildirən yox, təsdiq yəqinlik bildirən modal söz olduğu üçün 2 cavab deyil. Sanki quş idi, havada süzürdü. Sanki bənzətmə müqayisə bildirdiyi üçün cavab deyil. Bildiklərini etdin deməli. Deməli də nəticə ümumiləşdirmə bildirən modal söz olduğu üçün cavabın biri də olur 4. Şübhəsizsə təsdiq yəqinlik, yəni bildirən ədəd modal söz olduğu üçün bu da götürülmür. Doğru cavab olur 1, 4, yəni D variantı. Növbəti sual 2. Uyğunluğu müəyyən edin. Fe'li xəbərli cümlə, ismi xəbərli cümlə. Həkimin dediklərində həqiqət var. Var, yox, lazım, bəs, mümkün, gərək. Bunlar predikativ söz xəbərlərdir və ismi xəbər sayılır. Deməli, birincidə ismi xəbərdir. 2-yə yazırıq A-nı. Niyə müəllimə qulaq asmırsan? Qulaq asmaq frazoloji birləşmədir və eyni zamanda burada ırq zaman şəkilçisi var. Yəni, xəbər şəklində olduğu üçün, fe'lin şəklində olduğu üçün olacaqdır. İsmi xəbər yox, fe'li xəbər. Əgər burada məstər və fe'l sifətlə ifadə olunsaydı, yəni fe'l sifət və məstərin şəkilçisi olsaydı frazoloji birləşmədə, o zaman olacaqdı ismi xəbər. Yəni frazoloji birləşmə həm ismi, həm də fe'li xəbərin ifadə vasitəsi ola bilir. Burada xəbər şəklində olduğu üçün olacaq fe'li xəbərli. Mən demişəm, o qəbul olmalıdır. Qəbul olmaq, malıməli, yenə fe'lin vacib şəklindədir. Təsriflənən fe'l olduğu üçün fe'li xəbərdir. 1-ə yazırıq C-ni. İşimizi asanlaşdıran Fərəcov Nəcəfdir. Fərəcov Nəcəf mürəkkəb addır və bu da ismi xəbər sayılır. 2-yə yazırıq D-ni. Kimsədən əşyanı gizləmə nahaq, bir susuz görəndə bulud kimi yağ. Gizləmə, yağ, bunlar xəbərlərdir və fe'li xəbərlər olduğu üçün 1-ə götürürük E-ni. Doğru cavab olur 1-ə C-E, 2-yə A-D, yəni B variantında. Növbəti sual 3-cü. Hansı cümlədəki qoşmalar əsas nitq hissəsi ilə homonimdir? Yəni, bizə nə lazımdır? Qoşma lazımdır və həmin qoşmalar əsas nitq hissələri ilə homonim olmalıdır. Sənə görə bu dünyanın ipini çəkərəm. Burada görə qoşmadır və görə qoşması əsas nitq hissəsi ilə homonimlik yaratmır. Ona görə bir cavab deyil. Hikmətdən qabaq cavab vermə. Hikmətdən qabaq, hikmətdən əvvəl, hikmətdən öncə. Burada qabaq qoşmadır və qabaq sözü eyni zamanda əsas nitq hissəsi ilə homonimlik yarada bilir. Qabaq həm isim ola bilir, həm zərf ola bilir, həm də sifət ola bilir. Bu doğru fikirdir. Yəni istənilən şərti ödəyir. Doğru danışmaq lazımdır. Bu cümlədə qoşma yoxdur. Qarşı tərəf qorxuludur, keçmə. Burada qarşı sifətdir. Qarşı tərəf qorxuludur, hansı tərəf? Və burada yenə də qoşma yoxdur. Sən tək ey bülbül gülüstanı güzar etməz demmi. Burada da tək qoşmadır. Tək qoşması da homonimlik yaradır. Həm sifət, həm də zərf ola bilir. Doğru cavabın olur. Yəni cavablar 2, 5, yəni E variantı. Növbəti sual 4. Hansı cümlədə əvəzlikdən sonra durğu işarəsinin işlənməsi yanlışdır? Gecələr o öz-özünə tez-tez danışır. O budan sonra vergülün qoyulmasını gəlin xatırlayaq. O budan sonra nə zaman vergül qoyular? Özündən sonra, əgər əvvəlcə sual veririk, mübtədi funksiyasındadırsa, kim nə sualından birinə cavab verirsə, özündən sonra isim, sifət, say, zərf, feillərdən feili sifət, köməkçi nitq hissələrindən modal sözlər, nida, eyni zamanda xitab gələrsə, bu zaman vergül işarəsi qoyulur. Yox, əgər kim nə sualına cavab versə belə, özündən sonra əvəzlik, daha sonra köməkçi nitq hissələrindən qoşma, bağlayıcı, ədad gələrsə, bu zaman vergül qoyulmur. Modal sözlərdə də istisna, bənzətmə müqayisə bildirənlər idi ki, sanki elə bil ki, güya gəlsə belə, yenə də o budan sonra vergül qoyulmayacaqdır. Çünki həmin modal sözlərdə vergüldən istifadə olunur. Və burada da bizdən istənir ki, əvəzlikdən sonra durğu işarəsi yanlış işlənmişdir. Və qeyd edim ki, bir əlavə edim ki, müəllimlər, normalda o bu əvəzindən sonra əvəzlik gələndə virgül olmur. Sadəcə bu bir neçə məqamda baş verir. Əgər o budan sonra cümlə üzvünün əlavəsi gələrsə, bu zaman virgül istifadə oluna bilər. Eyni zamanda, yəni əvəzlik gəlməsinə baxmayaraq, eyni zamanda əgər orada həmcinslik varsa, sadalama varsa, bu zamanda o budan sonra, yəni əvəzlik gəlsə virgül qoyula bilər. Amma bundan başqa digər məqamlarda o budan sonra əvəzlik gəldikdə virgül qoyulmur. Gecələr o öz-özünə tez-tez danışır. Burada öz-özünə zərfdir və zərf olduğu üçün o danışır. Kim o mübtədədir, kim sualına cavab verir. Özündən sonra zərf gəldiyi üçün vergülün qoyulmağı doğrudur. Bu, neçə igidin qurtarılmasına fədakarlıq göstərib. Fədakarlıq göstərib kim bu? Neçə igidin. Neçə də
eyni əvəzliyin təkrarından yaranmış sözdür, amma əvəzlik deyil. Neçə igidin qurtarılmasına fədakarlıq göstərib, nə qədər igidin. Yəni burada neçə əvəzlik olmadığı üçün vergülün qoymağı doğrudur. Şaftalı yeyərkən o bütün udur dilimləri. Bütün bu da eyni sözün təkrarı ilə yaranıbdır və mürəkkəb zərfdir. Vergülün qoyulmağı doğrudur. Bu sənə görə bir məsələ deyil. Sənə görə bir məsələ deyil. Nə bu? Nə sualına cavab verirsə, özündən sonra əvəzlik gəldiyi üçün vergülün qoyulmağı yanlışdır. Ona görə doğru cavab deyildi. E variantında isə o, bizim dostumuz, bura yeni gəlib. Burada bizim dostumuz cümlə üzvünün əlavəsidir və burada tire işarəsindən istifadə olunubdur. Burada da bir yanlışlıq yoxdur. Bu da doğrudur. Və yanlış oldu D variantında. Sual 5-ə baxırıq. Cümlənin birində feil vacib şəklindədir. Vacib şəklinin şəkilçisi əvvəlcə xatırlayaq. Hansı idi müəllimlər? Malı, məli şəkilçisi. Görməli yerlər çoxdur. Hansı yerlər? Görməli yerlər. Burada hansı sualına cavab verir? Gör, görməli yer. Feili sifətdir. Gör, görməli. Görməli yerlər. Daha doğrusu burada feili sifət yox, sifət funksiyasını daşıyır. Yəni malı, məli şəkilçisi həm feil sifətdə var, həm vacib şəklində var, həm də ma pluslu deməli sifət düzəldən şəkilçi var. Burada sifətdir, feil sifət deyil. O mənə vacib məlumat verməlidir, verməlidir, nə etməlidir, verməlidir. Burada elə vacib şəklində olduğu üçün cavab B bəndidir. Deməli, sənin bundan xəbərin yoxdur. Burada deməli modal sözdür. Gülməli tamaşaya baxdıq. Hansı tamaşaya? Gülməli tamaşaya. Burada da sifətdir. Burada oxumalı bir şey yoxdur. Yoxdur, nə? Oxumalı bir şey. Burada da oxumalı, yəni oxunmalı. Malı, məli burada da yenə də vacib şəklinin şəkilçisi deyil. Oxumalı bir şey yoxdur. Hansı? Oxumalı. Və bizdən vacib şəklində olan feil soruşduğu üçün doğru cavab olacaq E variantı. Daha sonra sual 6. Sadə feil hansıdır? Döyüşmək, döyməkdən döyüş yaranır, düzəltmədir. Su, susa, düzəltmədir. İstiyotlamaq mürəkkəbdir. Gözləmək düzəltmədir, gözlə gözləyirik. Amma dinləmək sadədir. Dinlə dinlə arasında məna əlaqəsi olmadığı üçün dinləmək sözündə sözün kökü din yox, dinlədir. Və doğru cavab olur E variantı. Sual 7. Hansı cərgədə antonim sifətlər işlənmişdir? Sağ, sol sifət deyil. Ona görə antonim olsa belə antonim sifətlər sayılmır. Yəni antonimdir, lakin sifət deyil. Tanınmış, məşhur. Tanınmış, məşhur ümumiyyətlə nə sinonim deyil, nə antonim deyil. Çünki tanınmış feili sifət, məşhur isə sifətdir. Nitq hissələri fərqli olduğu üçün bunlar heç sifət. Yəni nitq hissələri fərqli olduğu üçün nə sinonim, nə də antonim sayılmır. Qarı, gənc, qarı isim, gənc də sifət olduğu üçün bunlar da sayılmır. Çünki antonimlər eyni nitq hissəsinə malik olmalıdır və bizdən də eyni zamanda antonim sifətlər soruşur. Hündür, alçaq, hər ikisi sifətdir və bir-birlə antonimlik yaratdığı üçün cavab olur D variantı. Yaxşılıq, pislik isə isim olduğu üçün bunlar da antonim sifətlər sayılmır. Yaxşılıq, pislik antonim isimlər, sifətlər deyil. 8. Sözlərdən biri feildən düzəlsə də kökü feil deyil. Gəlin baxaq. Azaldır sözündə az, azal, azalt, azaldır. Düz, düzdür, düzdürdü, düzdürdü. Sıx, sıxıl, sıxılmaq. Düz, düzgün, düzgünlük. Leksik, çox sözün kökü, al leksik, maqrammatik. Bizə lazımdır ki, kökü feil olmasın. Sıxılmaq sözündə sıx sözün kökü feildir. Düzdürmək sözündə sözün kökü feildir. Düzgün sözündə düz sözün kökü feildir. Lakin çoxalmaq və azalmaq sözündə sözlərin kökü feil deyil. Deməli, iki variant arasında qalırıq. İndi isə digər şərtə baxaq. Sözlərdən biri feildən düzəlibdir. Sözün hansı nitq hissəsindən düzəldiyini bilmək üçün son leksik şəkilçini silmək lazımdır. Çoxalmaq sözündə elə bir leksik var. Leksiki silsək, baxarıq ki, sözün kökü də çoxdur və eyni zamanda çox sayından düzəlibdir. Lakin azaldır sözündə son leksik şəkilçi DT şəkilçisidir. Şəkilçini silməklə əvvəlinə sual veririk azalmaq. Yəni azalmaqdan azaltmaq düzəldiyi üçün söz feildən düzəlib, lakin kökü feil deyil. Doğru cavab olur A variantı. Sual 9. Enköklü sözlər cərgəsini seçin. Duzlu, duzsuz, duzlar. Duzlu, duzsuz enköklü yaradır. Çünki hər ikisində leksik şəkilçi var. Köklər eynidir, eyni mənanı ifadə edir köklər. Lakin duzlar sözündə lar qrammatik şəkilçi olduğu üçün cərgəni pozur. Enköklü söz mütləq düzəltmə sözü olmalıdır. Bunu da yadda saxlayın. Qumsal, qumluq, qumdakı. Sözün kökü qum, qumsal, qum, qumluq, qum, qumdakı. Leksik şəkilçi var. Birinci şərt ödəndi. Sözlərin kökü eyni hərf tərkibinə malikdir. İkinci şərt ödəndi. Sözlərin kökü eyni hərf tərkibinə malik olmaqla bərabər eyni
mənanı ifadə edir və eyni zamanda eyni nitq hissəsi olduğu üçün hər bir tələb ödəndiyi üçün elə doğru cavab olur B variantında. Yəni 4 tələbin 4-ü də ödənməlidir. Leksik şəkilci mütləq olmalıdır. Köklər eyni hərf tərkibinə malik olmalıdır. Daha sonra köklər eyni nitq hissəsi və eyni mənanı ifadə etməlidirlər. Düzəlmək, düzgün, düzülmək sözündə isə düz, düzəl, düz, düzgün, düz, düzülmək. Leksik var, birinci tələb ödənir. Lakin düzəlməkdə düz sifətdir, çünki aləl adlara qoşulur. Amma düzgün və düzülmək sözündə düzlər feildir. Nitq hissələri, köklərin nitq hissələri fərqli olduğu üçün C ola bilməz. Toxuduğu sözündə toxu sözün kökü dığı qrammatik şəkilçidir. Bu da eyni köklülük cərgəni pozur. Gülməkdən gülüş, gül, gülçü, gül, güllük. Burada isə sözün kökü gülüşdə gül feildir, digərlərində isə isim olduğu üçün bu da eyni köklü cərgəni pozmuş olur. Doğru cavabımız oldu B variantı. Növbəti 10-cu sual. Verilmiş nümunədə hansı durğu işarələri buraxılıbdır? Əziz müəllimlər, mən hər dəfə təşkil etdiyimiz, yəni sınaqda istifadə olunan Azərbaycan suallarında vasitəli vasitəsiz nitqlə bağlı suallar salıram. Çünki imtahanda, yəni çərçivə sənədində vasitəli vasitəsiz nitq yox, durğu işarələri adı altında salınır bu mövzu. Lakin siz vasitəli vasitəsiz nitq mövzusunu bilməlisiniz ki, bu tip sual düşəndə müəllifin sözünü vasitəsiz nitqi tapıb, sxemi qurub, daha sonra isə cümlədə buraxılan durğu işarələrini bərpa edərək cavabı tapa biləsiniz. Ona görə əgər kimsə oxumayıbsa vasitəli vasitəsiz nitq mövzusunu, mütləq ki, həmin mövzuya diqqət edin ki, bu tip suallarda çox vaxt yəni cümlə şəklində vasitəli vasitəsiz nitqlə bağlı düşür. İndi isə gəlin suala baxaq. Arif inadla mən gedəcəm dedi, siz mane olmayın. Arif inadla bu müəllifin sözüdür. Mən gedəcəm bu vasitəsizdir, dedi müəllifdir, siz mane olmayın bu da vasitəsizdir. Bu şəkildə olduğu üçün müəllifin sözü əvvəldə gəl, qoşa nöqtə qoyulur, dırnaqlar açılır, sonda dırnaq bağlanılır. Müəllifin sözündən əvvəl vasitəsiz gəldiyi üçün, yəni müəllifin sözü hər iki tərəfdə vasitəsizlə əhatə olunduğu üçün vergül tredən istifadə olunur. Bu bizim sxemimizin durğu işarəsidir. Yəni Arif inadla qoşa nöqtə, mən gedəcəyəm vergül tre, dedi vergül tre, siz mane olmayın. Cümlənin daxilinə baxsaq, görərik ki, orada hər hansı bir köməkçi nitq hissəsi ilə əlaqəli bir vergül yoxdur, yaxud da ki, hər hansı bir xitabdır, modal söz, bunlar yoxdur ki, onlara görə vergül qoyaq əlavə, ya da sual cümləsi deyil ki, sual qoyaq. Mən sadəcə elə sxemdə qoyduğumuz durğu işarələrini saymalıyıq ki, burada qoşa nöqtə dırnaqlardan istifadə olunubdur, 2 tre və 2 vergüldən istifadə olunub. Dırnaqlar qoşa nöqtə 2 tre 2 vergül isə cavab olur C variantında. Növbəti sual 11. Verilənlərə əsasən protokolun tərtib olunma ardıcıllığını müəyyən edin. Əməli yazı nümunələrdə artıq müəllimlər bu ildən demək olar ki, imtahanlar artıq salınacaqdır. Çərçivə sənədində öz əksini tapıbdır. Və inanmıram sizə elə ağır salırlar. Yəni bu şəkildə sadə tip suallar salacaqlar əməli yazı nümunələrlə bağlı. Onu da oxumayıbsınızsa mütləq onun barədə də oxuyun əməli yazı nümunələrini. Daha çox orada ərizədir, izahatdır. Məktəbdə istifadə olunanlar ərizə, izahat, protokol, hesabat. Bunlar daha çox istifadə olunduğu üçün çalışın onlara daha çox diqqət edin. Deməli, protokolun tərtib olunma ardıcıllığını istəyir bizdən. Protokolun tərtib olunma ardıcıllığına baxsaq görərik ki, birinci yığıncağın yeri, təşkilatın adı qeyd olunur. Daha sonra, yəni burada verilmiş ardıcıllığa görə təbii ki, bunlardan da əlavə lap başda protokol nömrə, məsələn 5, daha sonra bunlar baş verir. Sadəcə orada protokol sözü yazılsın deyə bir fikir verilmədiyi üçün, yəni burada verilmiş fikirlər əsasən ardıcıllığı tamamlayacağımız üçün ona görə 5-i götürdük. Yox, yazılsaydı ki, protokol sözü yazılır, o zaman birinci onu götürərdik. Verilmiş fikirlərə əsasən baxırıq ki, burada birinci yığıncağın yeri təşkilatın adı əks olunur. Daha sonra iclasdakı iştirakçıların sayı 5 nəfər, 10 nəfər, 20 nəfər və s. necə istifadə olunur da, yəni neçə nəfər varsa onun sayı göstərilir. Daha sonra orada katib və sədr seçilmiş olur. Daha sonra gündəlik məsələlər qeyd olunur ki, hansı məsələlər müzakirə olunacaqdır. Sonra isə eşidildi olur. Daha sonra orada yəni çıxışlardır, qərarlardır. Sonda da sədrlə katibin imzasından istifadə olunmaqla protokol tətbiq olunmuş olur. Yəni protokol yazılmış olur. Bu bizə verilən xüsusiyyətlərə görə protokolun ardıcıllığının yazılması idi. Yəni cavab olur 5, 3, 2, 1, 4. O da olur C variantında. Sual 12. Fikirlərdən biri doğrudur. Düzəltmə sayılır, yanlış saydan düzəlir, yanlış fikirdir. Məsələn, sonuncu sözündə
sonuncu, əvvəlinci və s. Burada son, sonuncu təbii ki, saydan düzəlməyib. Deməli, bu fikir səhvdir. Məsdər isimdən fərqli olaraq qoşma ilə işlənə bilmir, səhvdir. Oxumaq üçün məsdər qoşma ilə işlənə bilir. Fe'li bağlama həm mübtədənin, həm də zərfliyin ifadə vasitəsi ola bilir. Bu yanlışdır. Fe'li bağlama yalnız və yalnız zərfliyin ifadə vasitəsi ola bilir. Mübtədənin ifadə vasitəsi ola bilmir. Sadəcə mübtədənin, eləcə də digər cümlə üzvlərinin tərkibində çıxış edə bilər. Amma müstəqil olaraq fe'li bağlama mübtədəni və ya zərflikdən başqa digər cümlə üzvlərinin ifadə vasitəsi ola bilməz. Şəxs əvəzlikləri mənsubiyyət çəkicilərini qəbul edə bilmir. Doğrudur, şəxs əvəzlikləri mənsubiyyət çəkicilərini qəbul edə bilmir. Yəni mənsubiyyətə görə dəyişə bilmir. Mürəkkəb sifətlər 3 cür yazılır. Deməli, mürəkkəb sifətlər ayrı yazılır, bitişik yazılır. Daha doğrusu ayrı yazılır, bitişik yazılır. Bir dəqiqə. Mürəkkəb sifətlər 3 cür yazıla bilir fikri səhv fikirdir. Çünki bir bitişik yazılır, bir də defislə yazılır. Ayrı yazıla bilən mürəkkəb sifət və ayrı yazıla bilən mürəkkəb isim yoxdur. Burada diqqətsizlik etdim. Şəxs əvəzlikləri mənsubiyyət şəkilsini qəbul edə bilmir fikri doğrudur. Buna plus qoymalıydıq, minus qoyduq. Yəni şəxs əvəzlikləri mən, sən, biz, siz, onlar mənsubiyyətə görə dəyişmir. Mənim, bizim sözlərindəki imsə mənsubiyyət yox, yəni yanlış şəkilçisidir. Bizdən də doğru fikri soruşduğu üçün doğru cavab olur D variantı. Sual 13. Hansı cümlədə frazeoloji homonim işlənmişdir? Əsmər Bol universitetə qəbul oldu. Qəbul olmaq ümumiyyətlə ol, et, bil, qıl bu frazeoloji birləşmə yaratmır. Burada frazeoloji birləşmə yoxdur. Qatar saat 3-də yola düşdü. Yola düşmək frazeoloji birləşmədir, lakin frazeoloji homonim deyil. Top yola düşdü, bu həqiqidir. Qatar yola düşdü məcazidir və bunlar biri həqiqi, biri məcazi olduğu üçün frazeoloji homonimlik yaratmır. Onun ağır keşməkeşli həyat hekayəsini eşitdiyinə görə ürəyi yandı. Ürəyi yandı frazeoloji homonim sayılır. Bir məna tayı yazığı gəlmək, bir məna tayı isə susamaqdır. Burada yazığı gəlmək mənasındadır. Digər homonim tayı isə susamaq mənasındadır. Elə homonim frazeoloji birləşmə işlənib C variantında. Köməyə ehtiyac olanlara kömək etmək lazımdır. Kömək etmək, kömək ehtiyac olanlar, bunlar da frazeoloji birləşmə deyil. Dostunun sözündən qəlbi qırıldı. Qəlbi qırılmaq frazeoloji birləşmədir. Lakin homonimliyi olmadığı üçün E variantı da cavab ola bilməz. Növbəti sual hansı cümlədə ca qoşma funksiyasındadır? O mövzunu məncə bilmir, mən qədər bilmir, elə doğru cavab budur. Lakin Y variantında da məncə var. Yadda saxlayın ki, məncə burada vergüllə ayrılırsa bu modal sözdür, birbaşa modal sözdür. Yox, vergül yoxdursa əvəzli piloz qoşma olmuş olur. Və doğru cavab A-dır. Digər variantlara baxaq. Uğur xırdaca əlləri ilə anasını müdafiə etməyə çalışırdı. Burada sifətin üzərinə artırılan ca ədatdır. Onun düşüncə tərzi digər insanlardakindən fərqlidir. Düşünməkdən düşüncə ismi yaranır. Burada ca isim düzəldən leksik şəkilçidir. Qədim kitabda türkçə yazılar da yazılmışdı. Türk, türkçə. Burada isə zərf düzəldən leksik şəkilçidir. Və eyni zamanda zərf düzəldən leksik şəkilçidə vurğu qəbul etmir. Türkçə vurğu birinci hecədə olmuş olur. Edə isə qeyd etdiyimiz kimi modal sözdür. Bu da olmaz. Daha sonra davam edək müəllimlər. Sual 15. Birində kəmiyyət fərqi yaradan numarativ söz isimlə say arasında işlənibdir. Əvvəlcə qeyd edək ki, kəmiyyət fərqi yaradan nə deməkdir? Məsələn, deyirəm ki, bir ədəd alma, bir qucaq alma. Orada bir ədəd almada bir dənədir, amma bir qucaq almada bir dənə alma deyil, çoxdur. Xəstəxanaya 2 maşın yaralı gətirmişdilər. İlkin baxışdan bunu götürə bilərsiniz ki, burada kəmiyyət fərqi yaradıb. 2 maşın yaralıdır, 2 yaralı yox, çoxlu yaralı var. Lakin yaralı sifət olduğu üçün cavab olmur. Bizdən istəyir ki, numarativ söz isimlə say arasında gəlsin. Ona görə A deyil. Evdəkilər üçün 2 dəstə gül aldım. Gül isim, 2 say, dəstə numarativ sözdür və 2 dəstədə kəmiyyət fərqi yaratdığı üçün cavab olur B bəndi. Çünki 2 dəstədə 2 dənə gül olmur ki, çox olur. Bizim ailə 5 nəfər insandan ibarətdir. 5 nəfər insan. Nəfər burada numarativ sözdür, lakin kəmiyyət fərqi yaratmayıb. 5 nəfər elə 5 nəfərdir. Meydandan bir neçə nəfər adam var idi. Adam, bir neçə, nəfər burada numarativdir. Bir neçə nəfər adamda da kəmiyyət fərqi yaratmır. Çünki orada bir neçə nəfər adam dedikdə, yəni onsuz da bilinmir də bir neçə nəfər adamdır. 5 də ola bilər, 3 də ola bilər. Amma məsələn, burada yazıldığı kimi 2 dəstə güldə 2 dəstə deyil. Yəni buradakı ədədlə ümumi məzmun üstə düşmürsə kəmiyyət fərqi yaratmış olur. Zəhmət olmasa mənə 5 ədəd armud verə bilərsən. 5 ədəd armud, burada 5 dənə armud olduğu üçün bu da kəmiyyət fərqi yaratmır. Növbəti 16-cı sual mətn sualıdır. Zəki balaca bir kənddə yaşardı. Kəndin məktəbi kiçik, kitabları köhnə, sinif otaqları isə soyuq idi. Amma Zəki oxumağı çox sevirdi. Gecələr çırağın zəif işığında kitab oxuyar, suallar hazırlayardı. O müəllim olmaq istərdi. Çünki bilirdi ki, bilik insanı işıqlığa aparır.
Bir gün müəllim ona dedi: "Zəki, işıqlı gələcək istəyirsənsə elə indi çalışmalısan." Burada səhv gedir. Çalışmalısan. Deməli, aha. Bu sözlər Zəkinin beynindən kök saldı. İllər keçdi, Zəki oxudu, öyrəndi, imtahanlardan keçdi və nəhayət kəndinə müəllim kimi döndü. O, indi uşaqlara təkcə oxumağı yox, həm də ümid etməyi öyrədirdi. Mətnin əsas ideyasını müəyyən edin soruşulur bizdən. Kənd məktəblərində çətinlik daha çox olur. Mətnin əsas ideyası məktəbdə olan problem, yaxud da ki, məktəbin problemini qabartmaq yox, sinif otaqlarının soyuq, kitabların köhnə, məktəbin kiçik olması yox. Burada Zəkiyə müəllim Zəki adlı şagirdə motivasiya verməsi və onun dərslərini daha da yaxşı oxumasından söhbət gedir. Bu deyil ona görə. Müəllim olmaq üçün çox kitab oxumaq lazımdır. Müəllim olmaq üçün sadəcə çox kitab oxumaq yox, eyni zamanda cəhd eləmək, çalışmaq da lazımdır. Gecələr oxumaq insana uğur qazandırır. Düzdür, Zəki gecələr də kitab oxuyurdu. Amma bu mətnin əsas ideyası deyil ki, gecə oxuduğu üçün uğur qazandı. Hər kəs müəllim ola bilməz, çünki bu çətindir. Mətnin əsas ideyası bunu demir. Zəki çalışdı, əziyyət çəkdi və sonda öz əziyyətin bəhrəsini görərək müəllim kimi kəndinə dönür. Əzmkarlıq və ümid insanın məqsədinə çatdırır. Bəli, əsas məsələ budur. Bu tip suallarda müəllimlər əsasən mətnin ideyasını atalar sözü ilə, hikmətli ifadələrlə verirlər. İmtahanda da bu tip suallar düşəndə çox vaxt cavablar nə götürülür? Hikmətli ifadələr, aforizmlər, yəni mətnin əsas ideyası olaraq mətnin əsas ideyası ilə səsləşən odur. Yaxud da ola bilər ki, bir neçəsi səsləşir, amma ən uyğunu desə yenə də atalar sözü, aforizmlərlə bağlı olan cavabları götürə bilərsiniz. Yəni cavab olur çox vaxt. Daha sonra sual 17. Ətraf mühitin qorunması təkcə böyük təşkilatların işi deyil. Bəzən bir insanın kiçik addımı belə böyük təsir yarada bilər. Tullantıları çeşidləmək, plastikdən az istifadə etmək, suyu israf etməmək, bunlar hər kəsin görə biləcəyi sadə, lakin vacib vəzifələrdir. Bir çox ölkələrdə məktəblərdə uşaqlara təbiəti sevmək, onu qorumaq öyrədilir. Çünki təbiət bizə əmanətdir. Əgər bugün diqqətli olsaq, sabah sağlam və yaşıl bir dünya qura bilərik. Hər bir fərdin məsuliyyəti var, həm bugün üçün, həm də gələcək nəsillər üçün. İndi isə nə istənilir bizdən? Mətnə əsasən aşağıdakı sualların hansına cavab tapmaq olmaz. İnsanlar ətraf mühitin qorunması üçün hansı işləri görə bilərlər? Tullantıları çeşidləmək, plastiklərdən az istifadə etmək, suya israf etməmək kimi məsələləri yerinə yetirə bilərlər. Məktəblərdə uşaqlara təbiəti qorumaq necə öyrədilir? Deməli, baxsaq görərik ki, məktəblərdə uşaqlara təbiəti sevmək və onu qorumaq öyrədilir. Bir çox ölkələrdə. Bunun da yəni cavabı var. Təbiəti qorumaq üçün təbiəti sevmək və qorumaq öyrədilir. Sonra, kiçik fərdi addımların hansı təsirləri ola bilər? Hansı təsirləri ola bilər? Burada hər bir fərdin, yəni təsiri var. Həm bugün üçün, həm də gələcək üçün təsirləri ola bilər ki, yaşıl dünya qura bilərik. Diqqətli olsaq, sabah sağlam və yaşıl bir dünya qura bilərik. Bunun da cavabı var. Ətraf mühiti qorumaq üçün nəyə görə məsuliyyət daşıyırıq? Çünki bizim vəzifəmizdir, məsuliyyət daşıyırıq. Vəzifə nə deməkdir? Vəzifə odur ki, insan həmin vəzifə qarşısında məsuliyyət daşıyır və təbiəti qorumalıyıq. Bu hər kəsin vəzifəsidir. Plastik tullantılar hansı ölkələrdə daha çox problem yaradır? Bu haqda isə plastik, belə deyim də, tullantılar nəticəsində ətraf mühitə zərər gəlməsi olsa belə, amma hansı ölkədə daha çox istifadə olunur, daha çox hansı ölkədə problem yaradır? Bu haqda mətndə heç bir məlumat olmadığı üçün buna cavab tapa bilmərik. Ona görə doğru cavab olur E variantı. Sual 18. Bir çox insanlar təbiətin korlanmasından şikayət edir, ancaq öz gündəlik vərdişlərinə diqqət yetirmirlər. Hər gün zibilə atılan plastik qablar, boş yerə axıdılan su və yandırılan lazımsız kağız parçaları bir insanın kiçik hərəkətləri kimi görünə bilər. Ancaq bu kiçik hərəkətlər birlikdə böyük fəlakətlərə səbəb olur. Bunu anlayan gənc bir müəllim məktəbində ekoloji vərdişləri təşviq etməyə başladı. O, şagirdlərlə birlikdə suya qənaət etməyi, tullantıları çeşidləməyi və yenidən istifadə etməyi öyrətdi. Qısa müddət sonra təkcə sinifdə deyil, şagirdlərin ailələrindən də dəyişiklik hiss olunmağa başladı. Artıq uşaqlar valideynlərinə də nümunə olurdu. Mətnə əsasən ailələrdə müsbət dəyişikliyin baş verməsinin əsas səbəbi nədir? Müəllimin təbiəti sevməsi, xeyr, müəllimin təbiəti sevməsi uşaqlara, yəni aşılayır bunu. Yəni ailələrə müsbət dəyişiklik tək onunla bağlı deyil. Şagirdlərin valideynlərinə qarşı hörmətli olması onunla əlaqəli deyil, təbiət fəlakətlərinin artması yox. Şagirdlərin ekoloji vərdişləri mənimsəyib evdə tətbiq etmələri ailədə müsbət dəyişikliyin baş verməsinə səbəb oldu. Çünki qeyd edilir ki, qısa müddət sonra təkcə sinifdə deyil, şagirdlərin ailələrində dəyişiklik hiss olunmağa başladı. Artıq uşaqlar
valideynlərinə nümunə olurdu. Yəni məktəbdə öyrəndiklərini gəlib evdə də tətbiq edirlər ki, bu da valideynlərə uşaqların nümunə olmasını göstərir. Daha doğrusu uşaqlar valideynlərə nümunə olurdu. Məktəbin yaxınlığında tullantıların çox olması bu da müsbət dəyişikliyə təbii ki, səbəb ola bilməz. Sual 19. Dünənki yol qəzasından sonra orada saysız-hesabsız Aha. 19-a baxırıq. Dünənki yol qəzasından sonra orada saysız-hesabsız şüşə qırıntıları vardı. Cümləsinin morfoloji təhlillə bağlı doğrunu tapırıq. Dünənki düzəltmə zaman zərfdir, səhvdir. Çünki dünənki sifətdir. Dünən sözün kökü zərfdən düzəlmiş sifətdir. Yol adlı halda olan sadə isimdir. Yol qəzasından, yolun qəzasından. Bu qeyri-müəyyənlik haldadır, adlı halda deyil. Sonra zaman zərfidir. Qəzasından sonra. Burada sonra qoşmadır, zaman zərfi deyil. Saysız-hesabsız qeyri-müəyyən miqdar saydı. Bəli, bu doğrudur. Cavab olur. D-bəndi. Şüşə adlı halda olan sadə isimdir. Baxaq, şüşə qırıntıları, şüşənin qırıntıları, şüşə qeyri-müəyyən yerlik haldadır. Adlı halda olmadığı üçün bu da yanlışdır. Sonuncu sual 20. Hansı cümlədə bağlayıcı səhv yazılıb? O mənim dostumdur, amma heç vaxt məni başa düşmür. Burada amma bağlayıcıdır, lakin yazılışında bir səhvlik yoxdur. Mən səni görmək istəyirəm, çünki sənə deyiləsi sözüm var. Burada çünki səhv yazılıb, çünki olmalıydı, bağlayıcıdır və yanlış yazılan bağlayıcı ilə olur B bəndində. Hərçənd ki, danışmırıq, amma onun əhvalını başqalarından soruşuram. Burada hərçənd ki, bir də amma doğru yazılıb. Diqqətli olun, hərçənd deyil, hərçənddir. T ilə yox, D ilə yazılmış olur. Bəzən müdavimlər bunu qarışdırırlar. Yəni C-də doğru yazıldığı üçün C-ni götürmürük. D-də o çox yaxşı uşaqdır. Həm də məktəbdə birincidir. Burada həm də bağlayıcıdır, yazılışında səhvlik yoxdur. O sirrini ancaq mənə deyir. Burada isə ancaq yanlış yazılıb, amma bağlayıcı ədatın yanlış olduğu üçün bizdən bağlayıcının səhv soruşulduğu üçün yazılışını eyni götürmürük. Yəni doğru cavab olur B bəndi. Sualların izahı bu qədər. Əziz müdavimlər, inanıram ki, sualların izahının sizlər üçün faydası olacaqdır. Hələlik, sağ olun.